İndi isə ahəng qanununa baxaq. Ahəng qanunu nədir? Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsidir. Yəni sözdə ya ancaq incə saitlər olmalıdır, ya da ancaq qalın saitlər olmalıdır. Bunlardan hər ikisi varsa, deməli ahəng qanunu pozulacaq. Məsələn, ahəng qanununa tabe olan sözlər götürək. Tutaq ki, yazıram dəftər sözü. 2 dənə ə var, hər ikisi incədir. Deməli tabedir. Ədəbiyyat. Ə də var, i də var, a da var. Deməli ahəng qanunu pozuldu. Bu şəkildə. Deməli, burada da qalın, incə var deyə ahəng qanunu pozulmuş olacaq. Bunları yadda saxladıq. Qalın və incə saitlərin bir-birini izləməsidir. Və bu məqamı mütləq şəkildə yadda saxlayaq. Testlərə düşür ki, ahəng qanunu nəyin arasında möhkəm gözlənilir? Kök və şəkilçinin arasında. Bunu qeyd olaraq dəftərə yazırıq ki, ahəng qanunu kök və şəkilçi arasında möhkəm gözlənilir. Nə deməkdir bu qaydamız? Yəni, nümunə ilə yadda saxlayaq. Söz bitir. Əgər qalın saitlə bitirsə, biz ona qalınla şəkil çarpırıq. İncə saitlə bitirsə, incə ilə şəkil çarpırıq. Ona görə deyirik ki, kök və şəkilçi arasında möhkəm gözlənilir. Bax, burada yazmışdıq dəftər sözü. İncə ilə bitdi elə, ə ilə. Mən buna lar şəkilçisi əlbəttə artırmalıyam. Dan şəkilçisi artırmaram. Artıracam dən. İncə ilə dəftərdən, dəftərlər bu şəkildə. Ədəbiyyat aynı anda qalınla gedir, ədəbiyyatlar deyə, yəni köklə şəkilçi arasında gedir. Kökün sonu və şəkilçi ilə başlı biz ahəng qanunu qurmuş oluruq. Bunu mütləq şəkildə yadda saxlayaq. Bir də dəftərimizə qeyd edək yenə. Bir cür yazılan şəkilçilər ahəng qanunu pozur. Ahəng qanununu pozur. Bu nə deməkdir? Bilirik ki, dilimizdə 1, 2 və 4 cür yazılan şəkilçilər var. 2 və 4 cürlər ahəng qanunu pozmur. Niyə pozmur? 2 cürlərə məsələn nümunə göstərirəm. Lar-lən şəkilçisi, lan-lən şəkilçisi, dan-dən şəkilçisi. 4 cürə yazıram, tutaq ki, ın, in, un, ün şəkilçisi. Bunlar niyə pozmur? Bax, tutaq ki, burada dəftər sözü idi elə və ya başqa bir söz götürürəm. Məsələn, xəstə sözünü götürürəm. Xəstə ə ilə, incə ilə gedib. Mən buna incə ilə lər artırıram. Xəstələr, xəstənin. Çünki incə ilə getdi, incə ilə şəkilçini rahatlıqla artıra bildim. 2 cür yazılanda incə versiyasını götürdüm, 4 cür yazılanda yenə incə versiyasını. Və ya qalında da elə gedir. Məsələn, deyirəm ki, palıd. Deyirəm palıda. Bax, qalın əni artırmadım ki, anı artırdım. Palıddan. Yenə bu formada gedir. 2-4 ona görə pozmur. Amma bir cürlər pozmağa məcburdur nə baxımdan? Tutaq ki, məsələn, bir cür yazılan şəkilçilərimiz var. Xanadır, kardır, keşdir. Sonra daşdı, gildi. Bax, bu tip şəkilçilərimiz var. Bir cür yazılan şəkilçilərdir. Bu bir cür yazılanların ikinci bir variantı yoxdur. Məsələn, mən götürürəm dəftər sözünü biraz əvvəlki. Dəftər. Buna xana artıranda mən deyirəm dəftər xana. Bunun incə variantı yoxdur. Elə qalınla xana olduğuna görə mən xananı artırdım və ahəng qanunu pozdu. Və ya sənətkar. İncə ilə idi. Karın incə versiyası yoxdur. Karı artırdım, ahəng qanunu pozdu. Bu formada gedəcək. Yəni, bir cür yazılan şəkilçilərdə biz ahəng qanunun pozulma məqamına daha çox rast gəlirik. Amma 2 və 4 cür yazılanlar pozmayacaq və ahəng qanunu kök və şəkilçi arasında möhkəm gözlənilir. Bir də nəyi yadda saxlayaq? Ahəng qanunu milli sözlərdə tabe olur. Alınma sözlərdə ahəng qanunu pozulur. Amma istisnalar var ki, ahəng qanunu pozulur, amma millidir. Normalda dedik ki, millilərdə pozulmamalıdır. İncə ilə və ya qalınla getməlidir. Amma istisnalarımız hansılardır? Elat, ilan, işartı, ilıq, ilxı, ildırım, tikan, islaq, islanmaq, işıq, işıldamaq, inam, inanc, İnan, sanki, gedişət, quzey. Bax, bu tip sözlərdir ki, bu sözlərdə ahəng qanunu görürük ki, pozulubdur. Amma bunlar hamısı milli sözlərdir, istisna qaydamızdır. İstisna olaraq ahəng qanunu pozulan milli sözlərdir ki, biz bunları pozulsa da milli söz götürürük, yəni öz sözlərimiz sayılır.